Əgər bu adam 14 yaşında ölsəydi, bugün 2.500.000 körpədə yaşamayacaqdı. Onun qanında isə həkimləri şok edən bir sir gizlənirdi. Bu, qızıl qollu adam ləqəbi ilə tanınan Avstraliyalı məşhur qan donoru James Harrisondur. James Harrison 1936-cı ildə doğulub. 1950-ci ildə 14 yaşında olarkən James Harrison ağır döş qəfəsi əməliyyatı keçirmişdi. Əməliyyat zamanı o qədər qan itirdi ki, yaşamaq üçün başqa insanların qanına ehtiyacı oldu və həmin gecə ona tam 13 litr qan köçürüldü. Qan verənlər könüllülər idi. Bu hadisədən təsirlənən Harrison 18 yaşına çatan kimi özü də donor olacağına söz vermişdi. James 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəldi. O, bir zamanlar edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymadı.